Astroloji inanclara görə planetlərin hərəkətləri bəzi dövrlərdə müəyyən bürclərin həyatında yeni imkanların yaranması, motivasiyanın artması və mühüm qərarların verilməsi ilə əlaqələndirilir. Xüsusilə 2026-cı ilin iyul ayı bəzi astroloqlar tərəfindən ilin ən diqqət çəkən dövrlərindən biri kimi qiymətləndirilir. Astroloji təhlillərə əsasən iyul ayında baş verəcək planet keçidləri və göy hadisələri xüsusilə 3 bürc üçün daha əlverişli hesab olunur. Bu dövrdə həmin bürclərin nümayəndələrinin karyera, maliyyə, şəxsi münasibətlər və yeni imkanlar baxımından özlərini daha şanslı hiss edə biləcəkləri qeyd edilir. Astroloqların fikrincə 2026-cı ilin iyul ayından etibarən bu bürclərin həyatında uzun müddətdir gözlənilən dəyişikliklər başlaya, yeni qapılar açıla və bəzi mühüm arzuların həyata keçməsi üçün əlverişli şərait yarana bilər. Bəs mütəxəssis astroloqların araşdırmalarına görə 2026-cı ilin iyul ayında ulduzların ən çox dəstəklədiyi həmin 3 şanslı bürc hansılardır? İndi birlikdə nəzər salaq. Qoç bürcü. İyul ayı Qoç bürcü üçün hərəkətli, enerjili və bir çox mühüm dəyişikliklərin baş verə biləcəyi xüsusi bir dövr olacaq. Ulduzların mövqeyi göstərir ki, bu ay həyatınızın müxtəlif sahələrində yenilənmə və inkişaf hissi yaşayacaqsınız. Son zamanlar durğun görünən məsələlər yenidən hərəkətə keçəcək və qarşılaşacağınız hadisələr gələcək planlarınıza əhəmiyyətli təsir göstərə bilər. Özünüzü daha motivasiyalı, cəsarətli və hədəflərinizə doğru irəliləməyə hazır hiss edəcəksiniz. İyul ayında sosial həyatınız xeyli canlanacaq. Yeni insanlarla tanışlıq ehtimalı yüksəkdir və bu əlaqələrdən bəziləri gələcəkdə həyatınızda mühüm rol oynaya bilər. Ətrafınıza daxil olacaq insanlar sizə fərqli baxış bucaqları qazandıracaq, yeni ideyalar verəcək və şəxsi inkişafınıza müsbət təsir göstərəcəklər. Uzun müddətdir ünsiyyət dairəsini genişləndirmək istəyən qoçlar üçün bu ay əlverişli imkanlar yaradacaq. Karyera və iş həyatı baxımından iyul ayı perspektivli görünür. İşsiz olan qoçlar gözlənilməz iş təklifləri ala, müsahibələrdə uğur qazana və öz bacarıqlarına uyğun yeni fəaliyyət sahələri ilə tanış ola bilərlər. Çalışan qoçlar isə peşəkar mühitdə özlərini daha qabarıq şəkildə göstərə biləcəklər. Liderlik qabiliyyətiniz, təşəbbüskarlığınız və məsuliyyət hissiniz rəhbərlik və həmkarlar tərəfindən yüksək qiymətləndiriləcək. Hətta komanda şəklində işləsəniz belə, başqaları təbii olaraq sizin fikirlərinizə üstünlük verəcək və siz istiqamət göstərən əsas fiqurlardan birinə çevriləcəksiniz. Sevgi həyatında da maraqlı və emosional hadisələr gözlənilir. Subay qoçlar üçün gözlənilməz, ehtiraslı və sürətli inkişaf edən tanışlıqlar mümkündür. İlk baxışdan güclü hisslər yaşamaq ehtimalınız yüksəkdir. Lakin münasibətləri daha sağlam təməl üzərində qurmaq üçün emosiyalarla yanaşı məntiqə də yer vermək vacib olacaq. Münasibətdə olan qoçlar üçün isə bu ay qarşılıqlı anlaşma, ortaq qərarlar və gələcəklə bağlı planların müzakirəsi ön plana çıxacaq. Tərəfdaşınızla birlikdə qəbul edilən qərarlar münasibətlərinizi daha da möhkəmləndirə bilər. Maddi vəziyyət ümumilikdə sabit görünür. Gəlirlərinizdə ciddi problemlər gözlənilməsə də xərclərinizə nəzarət etməyiniz tövsiyə olunur. Xüsusilə ayın ortalarında impulsiv alış-veriş və lazımsız xərclər sonradan narahatlıq yarada bilər. Büdcənizi planlaşdırmaq, qənaət etməyi vərdiş halına gətirmək və gələcək üçün müəyyən ehtiyat toplamaq daha faydalı olacaq. Sağlamlıq baxımından enerjiniz yüksək səviyyədə olacaq. Özünüzü fiziki cəhətdən güclü və aktiv hiss edə bilərsiniz. Lakin həddindən artıq iş yükü, stres və yorğunluq baş ağrılarına, əzələ gərginliklərinə və ümumi halsızlığa səbəb ola bilər. Buna görə də iş və istirahət arasında balans yaratmaq vacibdir. İdman fəaliyyəti, açıq havada gəzintilər və bədəni gücləndirən məşqlər sizə həm fiziki, həm də emosional rahatlıq qazandıracaq. Bu ay dost çevrənizdən də gözlənilməz dəstək almağınız mümkündür. Uzun müddətdir gözlədiyiniz bir fürsətin gerçəkləşməsi, əvvəllər mümkün görünməyən bir qapının açılması sizi sevindirə bilər. İyul ayı həm də yeni biliklər əldə etmək, kurslara qatılmaq, fərdi inkişaf üzərində işləmək və yeni bacarıqlar öyrənmək üçün olduqca əlverişli görünür. Buğa bürcü. İyul ayı Buğa bürcü üçün sakitliyin, daxili harmoniyanın və emosional tarazlığın ön plana çıxacağı xüsusi aylardan biri olacaq. Son aylarda sizi yoran, narahat edən və daim düşünməyə vadar edən bir çox məsələ tədricən öz həllini tapmağa başlayacaq. Bu dövrdə özünüzü daha rahat hiss edəcək, həyatınızın həqiqətən vacib olan tərəflərinə daha çox diqqət ayırmaq istəyəcəksiniz. Ulduzlar göstərir ki, iyul ayı sizin üçün xüsusilə ailə, sevgi və şəxsi münasibətlər baxımından əhəmiyyətli dəyişikliklər və müsbət inkişaflar gətirə bilər.
Şəxsi həyat bu ay sizin üçün əsas mövzulardan biri olacaq. Subay buğalar üçün ciddi münasibətə başlamaq ehtimalı kifayət qədər yüksəkdir. Qarşınıza çıxacaq yeni bir insan sizdə güclü və səmimi hisslər oyada bilər. Bu münasibət ilk günlərdən etibarən özündə etibar, anlayış və gələcəklə bağlı ümidlər daşıya bilər. Ulduzlar tələsik qərarlardan uzaq durmağı, insanları daha yaxından tanımağa vaxt ayırmağı tövsiyə edir. Münasibətdə olan və ya ailəli buğalar üçün isə iyul ayı emosional yaxınlaşma dövrü olacaq. Son zamanlar yaranmış xırda narazılıqlar və anlaşılmazlıqlar qarşılıqlı anlayış və səmimi söhbətlər sayəsində aradan qalxa bilər. Siz tərəfdaşınıza qarşı daha həssas, anlayışlı və qayğıkeş yanaşacaqsınız. Bu da münasibətlərdə etibarın daha da güclənməsinə səbəb olacaq. Ailə daxilində yaranan problemləri sakit və düşünülmüş şəkildə həll etmək bacarığınız yaxınlarınız tərəfindən yüksək qiymətləndiriləcək. İş və peşə fəaliyyəti baxımından ay ümumilikdə sabit və məhsuldar görünür. Mövcud iş tempinizi qoruyacaq, eyni zamanda yeni layihələrə qoşulmaq və fərqli imkanları dəyərləndirmək şansı əldə edəcəksiniz. Rəhbərlik və nüfuzlu şəxslər sizin məsuliyyətli münasibətinizi, zəhmətinizi və peşəkarlığınızı görəcək. Bəzi buğalar üçün mükafat, təşəkkür və ya karyera baxımından irəliləyiş imkanları yarana bilər. Öz bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin, çünki bu ay göstərdiyiniz fəaliyyət diqqətdən kənarda qalmayacaq. Maddi vəziyyət ümumilikdə sabit olacaq. Gəlirlərinizdə ciddi problemlər gözlənilmir. Bununla belə böyük maliyyə riskləri almaq, düşünülməmiş investisiyalar etmək və ya emosional vəziyyətin təsiri altında alış-verişə çıxmaq tövsiyə edilmir. Xüsusilə ayın ikinci yarısında lazımsız xərclər sonradan peşmanlıq hissi yarada bilər. Büdcənizi planlaşdırmaq və qənaət vərdişinizi gücləndirmək gələcək üçün daha rahat şərait yaradacaq. Sağlamlıq məsələlərinə də diqqət yetirmək vacibdir. Xüsusilə boyun, bel və qarın nahiyəsində yaranan narahatlıqları göz ardı etməməlisiniz. Uzun müddət hərəkətsiz qalmaq, qeyri-sağlam qidalanmaq və yorğunluq özünü hiss etdirə bilər. Təbii və orqanik qidalara üstünlük vermək, gündəlik qidalanma rejiminə diqqət etmək və fiziki aktivliyi artırmaq həm enerjinizi yüksəldəcək, həm də ümumi sağlamlığınızı qorumağa kömək edəcək. İyul ayında yaradıcılıq potensialınız da nəzərə çarpacaq dərəcədə güclənəcək. Ev dekorasiyası, dizayn, incəsənət, əl işləri və estetik zövq tələb edən fəaliyyətlərdə uğur qazana bilərsiniz. Evinizdə dəyişiklik etmək, yeni ab-hava yaratmaq və daha rahat mühit formalaşdırmaq arzunuz arta bilər. Bu istiqamətdə atacağınız addımlar sizə mənəvi rahatlıq gətirəcək. Bu ay hisslərinizi ifadə etmək əvvəlki dövrlərlə müqayisədə daha asan olacaq. Ailə üzvləri ilə səmimi söhbətlər aparmaq, uzun müddətdir ürəyinizdə saxladığınız fikirləri bölüşmək daxili rahatlıq hissini gücləndirəcək. Həmçinin uzun zamandır düşündüyünüz və qərar verməkdə çətinlik çəkdiyiniz bir məsələ ilə bağlı nəhayət düzgün nəticəyə gələ bilərsiniz. Ulduzlar sizə qərarlarınızı tələsmədən, hər tərəfli düşünərək qəbul etməyi tövsiyə edir. Köhnə dostlarla yenidən əlaqələrin bərpası, keçmişdən gələn insanların həyatınızda yenidən görülməsi də mümkündür. Bu görüşlər sizə xoş xatirələr bəxş edə, bəzi münasibətləri yenidən canlandıra bilər. Əkizlər bürcü. İyul ayı Əkizlər bürcü üçün hərəkətli, yeniliklərlə zəngin və gözlənilməz hadisələrin tez-tez yaşanacağı bir dövr olacaq. Ulduzlar göstərir ki, bu ay həyatınızın müxtəlif sahələrində dəyişiklik küləkləri əsəcək və siz özünüzü yeni şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalacaqsınız. Düşüncələriniz tez-tez dəyişə, bugün qurduğunuz planı sabah yenidən nəzərdən keçirmək istəyə bilərsiniz. Bununla belə, bu dəyişkənlik sizin zəif tərəfiniz deyil, əksinə yeni imkanları görmək və şəraitə çevik uyğunlaşmaq bacarığınızın göstəricisi olacaq. İyul ayında sosial həyatınız xüsusilə canlanacaq. Yeni insanlarla tanış olmaq, fərqli mühitlərə daxil olmaq və ünsiyyət dairənizi genişləndirmək üçün çox əlverişli imkanlar yaranacaq. Qarşınıza çıxacaq bəzi insanlar gələcəkdə həyatınızda mühüm rol oynaya, sizə yeni perspektivlər qazandıra və hətta peşəkar inkişafınıza töhfə verə bilərlər. Dəvətlər, görüşlər və müxtəlif tədbirlər vasitəsilə maraqlı tanışlıqlar əldə etməyiniz mümkündür. Sevgi həyatında isə ay müəyyən emosional dalğalanmalarla müşayiət oluna bilər. Subay əkizlər üçün maraqlı, cəlbedici və həyəcanverici tanışlıqlar gözlənilir. Lakin bu münasibətlərin hamısının uzun ömürlü olacağına zəmanət yoxdur. Bəzi əlaqələr güclü hisslərlə başlasa da, zamanla tərəflərin fərqli gözləntiləri üzə çıxa bilər.
Buna görə də yeni münasibətlərə başlayarkən emosiyaların təsiri altında tələsik qərarlar vermək məsləhət görülmür. Münasibətdə olan əkizlər üçün isə iyul ayı qarşılıqlı anlaşma və ünsiyyət bacarıqlarının sınağa çəkiləcəyi bir dövr olacaq. Tərəfdaşınızla açıq danışmaq, hisslərinizi gizlətməmək və yaranan anlaşılmazlıqları vaxtında həll etmək münasibətlərinizi daha sağlam və möhkəm edə bilər. Bir-birinizi dinləmək və ortaq qərarlar qəbul etmək bu ay xüsusilə vacib olacaq. Peşəkar fəaliyyət baxımından iyul ayı kifayət qədər uğurlu görünür. Sizin çevik düşüncə tərziniz, yeniliklərə açıq olmağınız və fərqli yanaşmalarınız rəhbərlik və həmkarlar tərəfindən yüksək qiymətləndirilə bilər. Yeni layihələrə başlamaq, innovativ ideyalar təqdim etmək və fərqli üsullardan istifadə etmək sizə üstünlük qazandıracaq. Xüsusilə ünsiyyət tələb edən sahələrdə çalışan əkizlər üçün bu ay yeni əməkdaşlıqlar qurmaq və nüfuz qazanmaq baxımından əlverişli olacaq. Maddi vəziyyətinizdə müəyyən irəliləyişlər müşahidə oluna bilər. Gəlirlərinizin artması mümkündür, lakin impulsiv alış-veriş və düşünülməmiş xərclər sonradan maliyyə balansınızı poza bilər. Xüsusilə ayın əvvəlində büdcənizi planlaşdırmaq, prioritet xərcləri müəyyən etmək və qənaət etməyə çalışmaq daha doğru qərar olacaq. Ani həvəs və emosional qərarlarla böyük məbləğlər xərcləməkdən uzaq durmaq tövsiyə edilir. Sağlamlıq baxımından isə sinir sistemi və yuxu rejiminizə xüsusi diqqət ayırmalısınız. Gərgin iş qrafiki, çoxsaylı görüşlər və emosional dəyişikliklər yorğunluğa səbəb ola bilər. Gündəlik rejimə riayət etmək, kifayət qədər istirahət etmək və yuxu saatlarını nizamlamaq sizə özünüzü daha enerjili hiss etməyə kömək edəcək. Həmçinin meditasiya, nəfəs məşqləri, kitab oxumaq və sakitləşdirici fəaliyyətlərlə məşğul olmaq daxili balansınızı qorumağa yardım edə bilər. Dostlarla vaxt keçirmək, qısa səfərlər etmək və yeni məkanlar kəşf etmək ruh yüksəkliyinizə müsbət təsir göstərəcək. İyul ayında emosional olaraq daha həssas ola bilərsiniz, buna görə də ətrafınızdakı hadisələrə həddindən artıq reaksiya verməməyə çalışın. Unutmayın ki, dəyişikliklər hər zaman qorxulu deyil. Əksinə, onlar çox vaxt yeni imkanların, şəxsi inkişafın və həyatınızda müsbət dönüşlərin başlanğıcı olur. Xərçəng bürcü. İyul ayı xərçəng bürcü üçün duyğuların dərinləşdiyi, ailə bağlarının möhkəmləndiyi və daxili harmoniya axtarışının ön plana çıxdığı xüsusi bir dövr olacaq. Ulduzların mövqeyi göstərir ki, bu ay həyatınızın sürətli axınından bir qədər uzaqlaşaraq özünüzə, hisslərinizə və həqiqətən dəyər verdiyiniz insanlara daha çox vaxt ayırmaq istəyəcəksiniz. Evinizin rahatlığı, ailənizin istiliyi və yaxınlarınızın dəstəyi sizin üçün hər zamankından daha böyük əhəmiyyət daşıyacaq. İyul ayında daxili dünyanıza yönəlmək ehtiyacınız güclənəcək. Özünüzlə baş-başa qalmaq, düşüncələrinizi nizama salmaq və son dövrlərdə yaşadığınız hadisələri yenidən dəyərləndirmək üçün əlverişli şərait yaranacaq. Bəzən tək qalmaq istəməyiniz ətrafınızdakılar tərəfindən yanlış başa düşülə bilər, lakin bu, sizin üçün mənəvi tarazlığınızı bərpa etmək baxımından vacib olacaq. Özünüzü dinləmək, ehtiyaclarınızı anlamaq və ruhunuzu sakitləşdirən fəaliyyətlərə vaxt ayırmaq sizə böyük rahatlıq gətirəcək. Sevgi həyatında isə duyğular ön planda olacaq. Subay xərçənglər üçün yeni tanışlıqlar mümkündür, lakin siz bu ay səthi münasibətlərdən daha çox, dərin emosional bağ yarada biləcəyiniz insanlara üstünlük verəcəksiniz. Qarşınıza çıxan biri sizdə güvən hissi oyadarsa, münasibətlər gözlənilmədən ciddi istiqamətdə inkişaf edə bilər. Münasibətdə olan xərçənglər üçün isə iyul ayı qarşılıqlı anlayışın, qayğının və emosional yaxınlığın artdığı bir dövr olacaq. Son zamanlar yaranmış narazılıqlar varsa, onları aradan qaldırmaq və münasibətlərdə harmoniyanı yenidən bərpa etmək üçün əlverişli imkanlar yaranacaq. Ailə münasibətləri bu ay xüsusi diqqət tələb edəcək. Yaxınlarınızla daha çox vaxt keçirmək, birlikdə planlar qurmaq və səmimi söhbətlər aparmaq münasibətləri daha da gücləndirəcək. Uzun müddətdir görüşmədiyiniz qohumlarla əlaqələri bərpa etmək, ailə daxilindəki inciklikləri aradan qaldırmaq və isti münasibətlər yaratmaq üçün münasib zamandır. Peşəkar fəaliyyət sahəsində isə sizdən daha çox səbir, məsuliyyət və ardıcıllıq tələb olunacaq. İşlər bəzən düşündüyünüzdən daha yavaş irəliləyə bilər, lakin tələsmədən və planlı şəkildə hərəkət etsəniz, istədiyiniz nəticələri əldə edə biləcəksiniz. İntuisiyanız bu ay xüsusilə güclü olacaq və mürəkkəb vəziyyətlərdə düzgün qərarlar qəbul etməyinizə kömək edəcək. Əgər yaradıcılıq tələb edən sahədə fəaliyyət göstərirsinizsə, yeni ideyalar və maraqlı layihələr sayəsində uğur qazanmaq şansınız yüksək olacaq. Maddi vəziyyət baxımından ehtiyatlı olmaq tövsiyə edilir.
Gəlirlərinizdə ciddi problem gözlənilməsə də, gözlənilməz ev xərcləri və məişətlə bağlı əlavə ödənişlər büdcənizdə müəyyən dəyişikliklər yarada bilər. Buna görə də lazımsız xərclərdən çəkinmək, qənaət etməyə çalışmaq və maliyyə planlamasına diqqət yetirmək faydalı olacaq. Sağlamlıq baxımından isə iyul ayı bir qədər həssas görünür. Xüsusilə immun sisteminizi gücləndirməyə diqqət etməlisiniz. Həddindən artıq yorğunluq, stres və emosional gərginlik özünü halsızlıq şəklində göstərə bilər. Kifayət qədər yatmaq, düzgün qidalanmaq və istirahət üçün vaxt ayırmaq vacibdir. Özünüzü mənfi enerjidən qorumağı öyrənmək və sizi yorğun salan insanlardan müəyyən məsafə saxlamaq da daxili rahatlığınızı qorumağa kömək edəcək. Su ilə bağlı fəaliyyətlər, dəniz kənarında istirahət, üzgüçülük və təbiətdə keçirilən vaxt sizə xüsusilə müsbət təsir göstərəcək. Dostlarla səmimi söhbətlər, keçmiş xatirələri paylaşmaq və etibar etdiyiniz insanlarla hisslərinizi bölüşmək ruh halınızı yüksəldə bilər. Bu ay keçmişlə bağlı bəzi duyğular yenidən canlana bilər. Köhnə xatirələr, yarımçıq qalmış münasibətlər və ya əvvəllər qəbul edilmiş qərarlar haqqında düşünə bilərsiniz. Lakin ulduzlar sizə keçmişdə ilişib qalmamağı, əldə etdiyiniz təcrübələrdən nəticə çıxararaq gələcəyə inamla baxmağı tövsiyə edir. Ətrafınızdakı insanların problemlərinə həddindən artıq fokuslanmaqdan çəkinin. Şir bürcü. İyul ayı Şir bürcü üçün parlaq hadisələr, yeni imkanlar və şəxsi potensialın tam şəkildə üzə çıxacağı xüsusi bir dövr olacaq. Ulduzlar göstərir ki, bu ay diqqət mərkəzində olmaq, özünüzü ifadə etmək və ətrafınızdakı insanlara təsir göstərmək istəyiniz daha da güclənəcək. Təbii cazibəniz, yüksək enerjiniz və özünə inamınız sayəsində insanlar sizinlə ünsiyyət qurmağa, fikirlərinizi dinləməyə və təşəbbüslərinizi dəstəkləməyə meyilli olacaqlar. Bir çox şirlər üçün iyul ayı həyatın müxtəlif sahələrində özünü göstərmək və yeni uğurlar əldə etmək üçün əlamətdar bir mərhələyə çevrilə bilər. Peşəkar fəaliyyət baxımından ay olduqca perspektivli görünür. İş həyatında təşəbbüs göstərməkdən çəkinməyəcək, məsuliyyətli layihələrə rəhbərlik etməyə və yeni ideyalar irəli sürməyə hazır olacaqsınız. Rəhbərlik və həmkarlar sizin qətiyyətinizi, təşkilatçılıq qabiliyyətinizi və liderlik xüsusiyyətlərinizi yüksək qiymətləndirə bilərlər. Xüsusilə yaradıcılıq, media, incəsənət, reklam, təhsil və ictimai fəaliyyətlə məşğul olan şirlər üçün iyul ayı yeni imkanlar və uğurlu əməkdaşlıqlar gətirə bilər. Özünüzə inamla atdığınız addımlar sizi gözlədiyinizdən daha böyük uğurlara yaxınlaşdıra bilər. Bu ay qərarlar qəbul edərkən daha cəsarətli olacaqsınız. Uzun müddətdir həyata keçirmək istədiyiniz layihələrə başlamaq, yeni istiqamətlər seçmək və fərqli imkanları sınamaq üçün əlverişli dövr yaranır. Lakin ulduzlar xəbərdarlıq edir ki, cəsarətlə yanaşı planlı hərəkət etmək də vacibdir. Düşünülmüş addımlar və düzgün strategiya sizi daha möhkəm nəticələrə aparacaq. Sevgi həyatında isə iyul ayı ehtiras, romantika və emosional yaxınlıqla zəngin olacaq. Subay şirlər üçün gözlənilməz və həyəcanverici tanışlıqlar mümkündür. Bu münasibətlər ilk andan güclü hisslər oyada və həyatınıza yeni rənglər qata bilər. Münasibətdə olan şirlər isə tərəfdaşları ilə münasibətləri daha da möhkəmləndirmək, gələcək planlar qurmaq və ortaq məqsədlər müəyyənləşdirmək imkanı əldə edəcəklər. Qarşılıqlı anlayış və birlikdə hərəkət etmək münasibətlərinizə yeni nəfəs gətirəcək. Maddi vəziyyət baxımından ay aktiv görünür. Gəlirlərinizdə artım ehtimalı olsa da, bununla yanaşı xərcləriniz də arta bilər. Özünüzü mükafatlandırmaq, gözəl əşyalar almaq və ya həyat keyfiyyətinizi yüksəltmək istəyi güclənəcək. Lakin maliyyə sabitliyini qorumaq üçün büdcənizə nəzarət etməyiniz vacibdir. Xüsusilə emosional qərarlarla edilən alış-verişlər sonradan peşmanlıq yarada bilər. Sağlamlıq məsələlərində diqqətli olmaq tövsiyə olunur. Xüsusilə ürək-damar sistemi, qan təzyiqi və həddindən artıq gərginliklə bağlı problemlərə qarşı həssaslıq yarana bilər. İş və istirahət arasında balans yaratmaq, kifayət qədər yatmaq və bədəninizi həddindən artıq yormamaq vacibdir. Açıq havada gəzintilər, idman və rahatlaşdırıcı fəaliyyətlər enerjinizi bərpa etməyə kömək edəcək. İctimai tədbirlərdə iştirak etmək, yeni insanlarla tanış olmaq və müxtəlif görüşlərə qatılmaq sizin üçün faydalı olacaq. Belə mühitlərdə əldə etdiyiniz əlaqələr gələcəkdə həm şəxsi, həm də peşəkar baxımdan mühüm imkanlar yarada bilər. Liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün də çox münasib zamandır. İnsanlar sizin enerjinizdən ilham ala və sizi təbii lider kimi qəbul edə bilərlər. Ailə münasibətlərində isə bir qədər səbirli olmaq məsləhət görülür.
Yaxınlarınızın fikirlərini dinləmək, tənqidlərə emosional reaksiya verməmək və onları inkişaf üçün bir fürsət kimi qiymətləndirmək münasibətlərdə harmoniyanı qorumağa kömək edəcək. Tətil planları qurmaq, ailə ilə birlikdə istirahət etmək və gündəlik qayğılardan bir qədər uzaqlaşmaq sizə mənəvi rahatlıq gətirə bilər. Qız bürcü. İyul ayı qız bürcü üçün nizam-intizamın, diqqətli planlaşdırmanın və həyatın müxtəlif sahələrində qayda yaratmağın ön plana çıxacağı məhsuldar bir dövr olacaq. Ulduzların mövqeyi göstərir ki, bu ay uzun müddətdir təxirə saldığınız işləri nəhayət tamamlamaq, qarışıq vəziyyətləri aydınlaşdırmaq və gələcək planlarınızı daha dəqiq müəyyənləşdirmək üçün əlverişli imkanlar yaranacaq. Daxili olaraq hər şeyi öz yerinə qoymaq, gündəlik həyatınızı daha səmərəli təşkil etmək və artıq sizə fayda verməyən vərdişlərdən uzaqlaşmaq istəyi güclənəcək. Peşəkar fəaliyyət sahəsində iyul ayı kifayət qədər intensiv keçə bilər. Məsuliyyətlərinizin artması mümkündür, lakin bu sizi qorxutmayacaq. Əksinə, analitik düşüncə qabiliyyətiniz, detallara diqqətiniz və sistemli yanaşmanız sayəsində qarşıya çıxan vəzifələrin öhdəsindən uğurla gələcəksiniz. Başqalarının gözdən qaçırdığı vacib məqamları vaxtında görmək, problemlərin həllində praktik yollar tapmaq və iş prosesini daha səmərəli təşkil etmək bacarığınız rəhbərlik və həmkarlar tərəfindən yüksək qiymətləndirilə bilər. Komanda işlərində lider mövqeyində olmasanız belə dəstəkləyici və istiqamətləndirici rolunuz xüsusi önəm daşıyacaq. İyul ayında yeni layihələr üzərində işləmək, peşəkar bacarıqları inkişaf etdirmək və gələcək hədəflər üçün möhkəm təməl yaratmaq baxımından da əlverişli imkanlar yaranacaq. Əgər uzun müddətdir həyata keçirmək istədiyiniz bir plan varsa, bu ay onu mərhələli şəkildə reallaşdırmağa başlamaq üçün münasib zamandır. Tələsmədən, hər addımı düşünərək hərəkət etməyiniz sizi uğura daha yaxınlaşdıracaq. Sevgi həyatında isə qız bürcü nümayəndələri üçün daha çox məntiq və sabitlik ön planda olacaq. Hissləriniz dərin olsa da, onları açıq şəkildə nümayiş etdirməkdə çətinlik çəkə bilərsiniz. Romantik münasibətlərdə emosiyalardan çox qarşılıqlı etimad, təhlükəsizlik hissi və gələcəklə bağlı ortaq baxışlar sizin üçün əhəmiyyətli olacaq. Subay qızlar üçün yaxın dost çevrəsində və ya uzun müddətdir tanıdıqları insanlar arasında yeni hisslərin yaranması mümkündür. Bəzən dostluq münasibəti gözlənilmədən daha ciddi bir istiqamət ala bilər. Münasibətdə olan və ya ailəli qızlar üçün isə iyul ayı birgə qərarların qəbul ediləcəyi, maliyyə məsələlərinin müzakirə olunacağı və gələcək planların dəqiqləşdiriləcəyi bir dövr olacaq. Qarşılıqlı anlaşma və açıq ünsiyyət münasibətlərin daha da möhkəmlənməsinə kömək edəcək. Hisslərinizi daim özünüzdə saxlamaq əvəzinə yaxın insanlarla bölüşməyə çalışmanız münasibətlərinizə müsbət təsir göstərəcək. Maddi vəziyyət baxımından ay ümumilikdə sabit görünür. Böyük problemlər gözlənilməsə də yenə də ehtiyatlı olmaq tövsiyə olunur. Xüsusilə böyük məbləğli xərclər etməzdən əvvəl bütün variantları diqqətlə araşdırmaq faydalı olacaq. Kiçik investisiyalar, uzun müddətli qənaət planları və maliyyə strategiyalarının hazırlanması gələcəkdə sizə əlavə üstünlüklər qazandıra bilər. Qərarlarınızı emosiyalara deyil, real hesablamalara əsaslandırmaq bu ay ən düzgün yanaşma olacaq. Sağlamlıq sahəsində isə qidalanma rejiminizə xüsusi diqqət ayırmaq lazımdır. Həzm sistemi, bağırsaqlar və ümumi orqanizmin həssaslığı səbəbindən qeyri-sağlam qidalardan uzaq durmaq, daha çox təbii və faydalı məhsullara üstünlük vermək məsləhət görülür. Həddindən artıq işləmək, özünüzə istirahət üçün vaxt ayırmamaq və daimi gərginlik yorğunluğa səbəb ola bilər. Buna görə də iş və istirahət arasında balans yaratmaq vacibdir. İyul ayı həm də mənəvi rahatlıq və daxili tarazlıq tapmaq üçün əlverişli olacaq. Kitab oxumaq, yazı yazmaq, yeni biliklər öyrənmək və intellektual fəaliyyətlərlə məşğul olmaq sizə xüsusi zövq verəcək. Təbiətdə vaxt keçirmək, sakit mühitdə düşünmək və gündəlik qayğılardan bir qədər uzaqlaşmaq enerjinizi yenidən bərpa etməyə kömək edəcək. Tərəzi bürcü. İyul ayı tərəzi bürcü üçün münasibətlərin, qarşılıqlı anlaşmanın və həyatın müxtəlif sahələrində tarazlıq yaratmaq istəyinin ön plana çıxdığı xüsusi bir dövr olacaq. Ulduzlar göstərir ki, bu ay siz həm şəxsi həyatınızda, həm də peşəkar fəaliyyətinizdə harmoniyanı qorumağa çalışacaq, ətrafınızdakı insanlarla münasibətləri daha sağlam və səmimi şəkildə qurmaq üçün əlavə səy göstərəcəksiniz. Təbii diplomatik bacarıqlarınız, insanları dinləmək və ortaq məxrəcə gəlmək qabiliyyətiniz sayəsində bir çox mürəkkəb vəziyyətləri asanlıqla həll edə biləcəksiniz. İyul ayında sosial həyatınız xeyli canlanacaq.
Yeni insanlarla tanış olmaq, maraqlı söhbətlər aparmaq, müxtəlif tədbirlərdə iştirak etmək və faydalı əlaqələr qurmaq üçün əlverişli imkanlar yaranacaq. Qarşınıza çıxacaq bəzi insanlar gələcəkdə həm dostluq, həm də peşəkar əməkdaşlıq baxımından mühüm rol oynaya bilərlər. Ünsiyyət bacarığınız və mehriban davranışınız sizi ətrafınızdakı insanlar üçün daha da cəlbedici edəcək. Sevgi həyatında isə qarşılıqlı hörmət, anlayış və emosional tarazlıq əsas mövzulardan biri olacaq. Subay tərəzilər üçün dostluq münasibətlərinin zamanla daha ciddi hisslərə çevrilməsi mümkündür. Uzun müddətdir tanıdığınız bir insanı fərqli gözlə görməyə başlaya və onunla münasibətlərinizi yeni mərhələyə daşımaq istəyində ola bilərsiniz. Münasibətdə olan tərəzilər üçün isə iyul ayı əlaqələri möhkəmləndirmək, bir-birini daha yaxşı anlamaq və hissləri açıq şəkildə ifadə etmək üçün münasib dövr olacaq. Münasibətlərdə harmoniya yaratmaq üçün qarşılıqlı ünsiyyətə və birgə keçirilən keyfiyyətli zamana daha çox önəm vermək lazım gələcək. Peşəkar fəaliyyət baxımından ay kifayət qədər uğurlu görünür. Xüsusilə komanda işi tələb edən layihələrdə yüksək nəticələr əldə edə bilərsiniz. Əməkdaşlıq etməyi, müxtəlif fikirləri bir araya gətirməyi və ortaq həll yolları tapmağı yaxşı bacardığınız üçün həmkarlarınızın etimadını qazanmaq imkanınız olacaq. Yaradıcılıq tələb edən sahələrdə çalışan tərəzilər isə yeni ideyaları, zövqlü yanaşmaları və estetik baxışları ilə diqqət çəkə bilərlər. Bu dövrdə təqdim etdiyiniz təkliflər gələcək uğurlarınız üçün möhkəm zəmin yarada bilər. Maddi vəziyyət baxımından iyul ayı ümumilikdə sabit keçəcək. Gəlirlərinizdə ciddi dəyişikliklər gözlənilməsə də gözəl əşyalara, geyimlərə, aksesuarlara və estetik yeniliklərə marağınız arta bilər. Özünüzü sevindirmək və xarici görünüşünüzə daha çox diqqət ayırmaq istəyiniz güclənəcək. Bununla belə, emosional alış-verişlərdən uzaq durmaq və büdcənizi planlı şəkildə idarə etmək tövsiyə olunur. Əks halda, ayın sonlarına doğru əlavə xərclər sizi narahat edə bilər. Sağlamlıq baxımından isə xüsusilə bel, onurğa və əzələ sistemi ilə bağlı məsələlərə diqqət yetirmək lazımdır. Uzun müddət hərəkətsiz qalmaq, kompüter qarşısında çox vaxt keçirmək və ya düzgün olmayan oturuş vərdişləri narahatlıqlara səbəb ola bilər. Buna görə də gündəlik fiziki aktivliyi artırmaq, yüngül idman hərəkətləri etmək və açıq havada daha çox vaxt keçirmək faydalı olacaq. İyul ayında xarici görünüşünüzə xüsusi diqqət yetirmək istəyəcəksiniz. Yeni geyimlər almaq, saç düzümünüzdə dəyişiklik etmək, öz stilinizi yeniləmək və ümumiyyətlə özünüzə daha çox qayğı göstərmək sizə əlavə motivasiya verə bilər. Güzgü qarşısında daha çox vaxt keçirmək və özünüzü daha gözəl hiss etmək istəyiniz təbii olacaq. Bu dəyişikliklər yalnız görünüşünüzə deyil, özünüzə olan inamınıza da müsbət təsir göstərəcək. Sosial tədbirlərdə aktiv iştirak etmək, yeni insanlarla ünsiyyət qurmaq və müxtəlif layihələrdə yer almaq sizə gözlənilməz imkanlar təqdim edə bilər. Bəzən qərar verməkdə tərəddüd yaşasanız da, bu ay daxili səsiniz sizə düzgün istiqaməti göstərəcək. Öz hisslərinizə güvənmək və həddindən artıq tərəddüddən uzaq durmaq vacibdir. Əqrəb bürcü. İyul ayı Əqrəb bürcü üçün dərin emosiyalar, mühüm dəyişikliklər və həyatın müxtəlif sahələrində dönüş nöqtələri ilə yadda qalacaq. Ulduzlar göstərir ki, bu ay siz öz daxili dünyanıza daha çox yönələcək, keçmişdə yaşadıklarınızı yenidən analiz edəcək və gələcəyinizlə bağlı daha şuurlu qərarlar verməyə çalışacaqsınız. Duyğularınız əvvəlki dövrlərlə müqayisədə daha intensiv olacaq və hadisələrə adi günlərdən daha həssas yanaşa bilərsiniz. Bununla yanaşı, güclənən intuisiyanız sizə mürəkkəb vəziyyətlərdə düzgün istiqaməti seçməkdə mühüm dəstək verəcək. İyul ayında özünüzü daha yaxşı tanımaq, daxili qorxularınızı və narahatlıqlarınızı anlamaq üçün əlverişli şərait yaranacaq. Uzun müddətdir sizi düşündürən məsələlərə fərqli prizmadan baxa, həyatınızda artıq sizə xidmət etməyən vərdişlərdən, münasibətlərdən və düşüncə tərzindən uzaqlaşmaq qərarına gələ bilərsiniz. Bu ay sizin üçün sadəcə hadisələrin yaşandığı bir dövr deyil, həm də daxili transformasiya və yenilənmə mərhələsi olacaq. Sevgi həyatında ehtiras, dərin bağlılıq və güclü hisslər ön plana çıxacaq. Subay əqrəblər üçün sirli, cəlbedici və həyatlarında iz buraxa biləcək bir insanla tanışlıq ehtimalı yüksəkdir. Bu münasibət ilk baxışdan adi görünməsə də, zaman keçdikcə sizin üçün böyük əhəmiyyət daşıya bilər. Mövcud münasibətlərdə olan əqrəblər isə qısqanclıq, etibar və emosional təhlükəsizlik mövzularını daha çox gündəmlərində saxlayacaqlar. Bəzi hallarda tərəfdaşınızın davranışlarını həddindən artıq analiz etmək istəyə bilərsiniz. Ulduzlar məsləhət görür ki, problemləri emosional partlayışlarla deyil, sakit və açıq söhbətlərlə həll etməyə çalışın.
qarşılıqlı etimad münasibətlərinizi daha da möhkəmləndirə bilər. Peşəkar fəaliyyət baxımından iyul ayı kifayət qədər perspektivli görünür. İş həyatında nüfuzunuzun artması, rəhbərlik tərəfindən diqqətə alınmanız və yeni məsuliyyətlər əldə etməyiniz mümkündür. Əgər rəhbər vəzifədə çalışırsınızsa, komandanızı uğurla idarə edə və mühüm qərarlar qəbul edə bilərsiniz. Yeni layihələrə rəhbərlik etmək, təşəbbüs göstərmək və öz peşəkarlığınızı nümayiş etdirmək üçün münasib dövr yaranır. Əməkdaşlarınız sizin qətiyyətinizə, analitik düşüncənizə və çətin vəziyyətlərdə soyuqqanlı davranmaq bacarığınıza yüksək qiymət verə bilərlər. Maliyyə sahəsində isə diqqətli olmaq tövsiyə edilir. Borclar, kreditlər, investisiyalar və uzun müddətli maliyyə öhdəlikləri ilə bağlı vacib qərarlar qəbul etmək lazım gələ bilər. Bu məsələlərdə tələsmək, emosiyalarla hərəkət etmək və ya kifayət qədər məlumat toplamadan addım atmaq müəyyən risklər yarada bilər. Ən yaxşı yol bütün detalları diqqətlə araşdırmaq, peşəkar məsləhət almaq və gələcək nəticələri nəzərə alaraq qərar vermək olacaq. Sağlamlıq baxımından iyul ayında sinir sisteminiz və hormonal balansınız xüsusi diqqət tələb edə bilər. Emosional gərginlik, daxili narahatlıqlar və həddindən artıq düşünmək bəzən yorğunluq və gərginlik hissi yarada bilər. Buna görə də meditasiya, nəfəs məşqləri, yoga və sakitləşdirici fəaliyyətlərlə məşğul olmaq sizə böyük fayda verəcək. Açıq havada gəzintilər etmək, kifayət qədər yatmaq və özünüzə istirahət üçün vaxt ayırmaq daxili tarazlığınızı qorumağa kömək edəcək. Bu ay özünüzə qapanmaq və bütün problemləri tək başına həll etməyə çalışmaq əvəzinə güvəndiyiniz insanlarla söhbət etmək daha faydalı olacaq. Dostlarınızın, ailə üzvlərinizin və yaxın çevrənizin dəstəyi sizə emosional rahatlıq gətirə bilər. Ailə daxilində müəyyən gərginliklər yaransa belə, səbirli və anlayışlı yanaşma sayəsində bu problemləri uğurla həll etmək mümkün olacaq. İyul ayı həm də keçmişlə üzləşmək dövrü ola bilər. Keçmiş münasibətlər, yarımçıq qalmış hisslər və ya uzun müddətdir unutduğunuzu düşündüyünüz hadisələr yenidən gündəmə gələ bilər. Lakin bunu mənfi hal kimi qəbul etməyin. Oxatan bürcü. İyul ayı oxatan bürcü üçün yeniliklərin, genişlənən imkanların, səyahətlərin və həyat eşqinin daha da güclənəcəyi dinamik bir dövr olacaq. Ulduzlar göstərir ki, bu ay gündəlik rutinlərdən uzaqlaşmaq, yeni təcrübələr qazanmaq və özünüz üçün fərqli üfüqlər açmaq istəyiniz xeyli artacaq. Siz öz təbiətinizə uyğun olaraq azadlığı, hərəkəti və kəşf etməyi ön planda saxlayacaq, həyatınıza rəng qatan hadisələrin mərkəzində olmağa çalışacaqsınız. İyul ayında yeni yerlər görmək, fərqli mədəniyyətlərlə tanış olmaq və maraq dairənizi genişləndirmək üçün əlverişli imkanlar yaranacaq. Bəzi oxatanlar xarici ölkələrlə bağlı layihələrdə iştirak edə, beynəlxalq əməkdaşlıqlara qoşula və ya uzun müddətdir arzuladıkları səfərləri həyata keçirmək şansı əldə edə bilərlər. Təhsil sahəsində də müsbət inkişaflar gözlənilir. Kurslara yazılmaq, seminar və təlimlərdə iştirak etmək, yeni biliklər qazanmaq və peşəkar bacarıqları inkişaf etdirmək üçün olduqca münasib zamandır. Bu dövrdə əldə etdiyiniz biliklər gələcəkdə sizə əhəmiyyətli üstünlüklər qazandıra bilər. Peşəkar fəaliyyət baxımından iyul ayı yaradıcılıq və fərqli yanaşmalar tələb edən işlərdə uğur vəd edir. Adi üsullardan kənara çıxmaq, yeni ideyalar təklif etmək və innovativ həllər təqdim etmək sizə rəqibləriniz üzərində üstünlük qazandıra bilər. Əgər öz biznesiniz varsa və ya rəhbər vəzifədə çalışırsınızsa, bu ay strateji qərarlar qəbul etmək və fəaliyyətinizi genişləndirmək üçün əlverişli imkanlar yaranacaq. Hərəkətli və məhsuldar enerji sizə uzun müddətdir gözlədiyiniz layihələri həyata keçirməkdə dəstək olacaq. Sevgi həyatında isə azadlıq və qarşılıqlı anlayış mövzuları ön plana çıxacaq. Münasibətdə olan oxatanlar üçün tərəfdaşla daha açıq, səmimi və sərbəst ünsiyyət qurmaq vacib olacaq. Hər iki tərəfin şəxsi məkanına hörmət etməsi münasibətlərin daha sağlam inkişaf etməsinə kömək edə bilər. Bəzən gündəlik qayğılar və məsuliyyətlər romantikanı kölgədə qoya bilər, lakin birlikdə maraqlı fəaliyyətlər planlaşdırmaq münasibətlərə yenidən canlılıq gətirəcək. Subay oxatanlar üçün isə iyul ayı gözlənilməz və həyəcanverici tanışlıqlar vəd edir. Yeni insanlarla qarşılaşmaq, səyahətlər zamanı maraqlı münasibətlər qurmaq və ya sosial tədbirlərdə diqqət çəkən biri ilə tanış olmaq mümkündür. Bu münasibətlər ilk baxışdan ciddi görünməsə də zaman keçdikcə həyatınızda əhəmiyyətli yer tuta bilər. Maddi vəziyyət baxımından ay ümumilikdə müsbət görünür. Gözlənilməz gəlirlər, əlavə qazanc imkanları və ya uzun müddətdir gözlədiyiniz ödənişlərin daxil olması mümkündür. Bununla belə, maliyyə məsələlərində planlı davranmaq vacib olacaq.
Qəfil gəlirlər sizi həddindən artıq xərcləməyə sövq edə bilər. Büdcə planlaması aparmaq, prioritetləri müəyyənləşdirmək və gələcək ehtiyacları nəzərə almaq sonradan daha rahat hiss etməyinizə kömək edəcək. Sağlamlıq baxımından isə xüsusilə əzələ sistemi, ayaqlar və fiziki yorğunluqla bağlı məsələlərə diqqət yetirmək tövsiyə olunur. Uzun müddət hərəkətsiz qalmaq və ya əksinə özünüzü həddindən artıq yükləmək narahatlıqlara səbəb ola bilər. Açıq havada gəzintilər etmək, yüngül idman növləri ilə məşğul olmaq və təbiətlə təmasda olmaq sizə həm fiziki, həm də mənəvi baxımdan müsbət təsir göstərəcək. İyul ayında səyahət etmək arzunuz daha da güclənəcək. Hətta uzaq səfər etmək imkanınız olmasa belə qısa istirahətlər, şəhərdən kənar gəzintilər və yeni məkanlar kəşf etmək sizə enerji verəcək. Bu dövr həm də uzun müddətli məqsədlərinizi yenidən nəzərdən keçirmək və gələcək planlarınızı daha aydın şəkildə müəyyənləşdirmək üçün münasibdir. Oğlaq bürcü. İyul ayı Oğlaq bürcü üçün məhsuldarlıq, məsuliyyət, nizam-intizam və uzun müddətli məqsədlərə doğru inamlı addımlar atmaq baxımından xüsusi əhəmiyyət daşıyacaq. Ulduzlar göstərir ki, bu ay həyatınızın müxtəlif sahələrində daha ciddi, daha planlı və məqsədyönlü davranmağa çalışacaqsınız. Qarşınıza qoyduğunuz hədəflərə çatmaq üçün səbir nümayiş etdirəcək, emosiyalardan çox məntiqə əsaslanaraq qərarlar qəbul edəcəksiniz. Məhz bu xüsusiyyətləriniz iyul ayında sizi uğura aparan əsas amillərdən biri olacaq. Uzun müddətdir həyata keçirməyi düşündüyünüz layihələr və planlarla bağlı konkret addımlar atmaq üçün əlverişli şərait yaranacaq. Bu dövrdə gələcəyinizi təmin edəcək strategiyalar hazırlamaq, yeni istiqamətlər müəyyənləşdirmək və mövcud fəaliyyətinizi daha səmərəli təşkil etmək imkanınız olacaq. Siz hadisələrə realist yanaşacaq, riskləri öncədən hesablamağı bacaracaq və qərarlarınızı düşünülmüş şəkildə verəcəksiniz. Bu isə bir çox çətinliklərin qarşısını almağa kömək edəcək. Peşəkar fəaliyyət sahəsində iyul ayı kifayət qədər uğurlu görünür. İş həyatında nümayiş etdirdiyiniz məsuliyyətli münasibət, çalışqanlıq və detallara diqqət rəhbərlik tərəfindən yüksək qiymətləndirilə bilər. Əgər uzun müddətdir zəhmət çəkdiyiniz bir layihə üzərində işləyirsinizsə, onun nəticələrini görmək və əziyyətinizin bəhrəsini toplamaq şansınız yaranacaq. Bəzi oğlaqlar yeni vəzifə təklifləri alar, daha böyük məsuliyyətlər daşıyan layihələrə cəlb oluna və ya peşəkar nüfuzlarını daha da gücləndirə bilərlər. İşgüzar münasibətlərdə etibar qazanmaq sizin üçün xüsusilə vacib olacaq. İnsanlar sizin sözünüzə daha çox inanacaq, məsləhətlərinizə diqqətlə yanaşacaq və çətin situasiyalarda sizə müraciət etməyə üstünlük verəcəklər. Bu dövrdə səbirli və prinsipial davranışınız ətrafınızdakı insanlarda müsbət təəssürat yaradacaq. Sevgi həyatında isə oğlaqlar daha çox sabitlik, etibar və uzun müddətli perspektivlər axtaracaqlar. Təsadüfi münasibətlər və qeyri-müəyyən hisslər sizi əvvəlki qədər cəlb etməyəcək. Subay oğlaqlar üçün ciddi münasibətə başlamaq ehtimalı kifayət qədər yüksəkdir. Həyatınıza daxil olacaq bir insan sizdə gələcəklə bağlı inam yarada bilər və münasibətlərin sürətlə dərinləşməsi mümkündür. Münasibətdə olan və ya evli oğlaqlar üçün ailə daxili məsuliyyətlərin bölüşdürülməsi əsas mövzulardan birinə çevriləcək. Məişət işləri, maliyyə məsələləri və gələcəklə bağlı planlar ətrafında açıq və konstruktiv söhbətlər münasibətlərinizi daha da möhkəmləndirə bilər. Ulduzlar məsləhət görür ki, hər şeyi tək başına daşımağa çalışmayın və yaxınlarınızın dəstəyini qəbul etməkdən çəkinməyin. Maddi vəziyyət baxımından iyul ayı qənaətcil davranmaq və uzun müddətli investisiyalar barədə düşünmək üçün münasib görünür. Gələcəkdə sabitlik yaratmaq məqsədilə maliyyə planlaması aparmaq faydalı olacaq. Eyni zamanda borc almaq, borc vermək və ya böyük məbləğlərlə bağlı qərarlar qəbul edərkən diqqətli olmaq tövsiyə edilir. Tələsik qərarlar sonradan narahatlıq yarada bilər. Ən yaxşı seçim bütün variantları ətraflı qiymətləndirmək və riskləri öncədən hesablamaq olacaq. Sağlamlıq sahəsində xüsusilə sümük sistemi, oynaqlar, bel nahiyəsi və bədənin mineral balansı diqqət tələb edə bilər. D vitamini və kalsium qəbuluna diqqət yetirmək, balanslı qidalanmaq və müntəzəm fiziki aktivliklə məşğul olmaq özünüzü daha enerjili hiss etməyinizə kömək edəcək. Həddindən artıq işləmək və istirahəti ikinci plana keçirmək isə yorğunluq yarada bilər. Buna görə də iş və şəxsi həyat arasında tarazlığı qorumaq vacibdir. Dolça bürcü. İyul ayı Dolça bürcü üçün yeniliklərin, fərqli ideyaların, sosial fəallığın və şəxsi inkişafın ön plana çıxacağı maraqlı və hərəkətli bir dövr olacaq.
Ulduzlar göstərir ki, bu ay siz özünüzü daha sərbəst ifadə etmək, yeni insanlarla tanış olmaq və həyatınıza fərqli rənglər qatmaq istəyəcəksiniz. Adətən olduğu kimi, standart düşüncə tərzindən uzaq duracaq, qeyri-adi yanaşmalarınız və yaradıcı baxışlarınızla ətrafınızdakı insanların diqqətini cəlb edəcəksiniz. Məhz bu xüsusiyyətləriniz iyul ayında sizə bir çox yeni qapılar aça bilər. Bu dövrdə ictimai fəaliyyətlər, müxtəlif tədbirlər, görüşlər və sosial layihələr gündəminizin əsas hissəsinə çevrilə bilər. Ətrafınız genişlənəcək, yeni tanışlıqlar quracaq və sizinlə eyni düşüncələri paylaşan insanlarla bir araya gəlmək imkanı əldə edəcəksiniz. Bəzi dolçalar üçün yeni dostluqlar gələcəkdə mühüm əməkdaşlıqlara çevrilə bilər. İnsanlar sizin fərqli baxışlarınıza maraq göstərəcək, ideyalarınızı dinləmək və təcrübənizdən yararlanmaq istəyəcəklər. Özünüzü ifadə etməkdən çəkinməyin, çünki bu ay söylədiyiniz fikirlər bir çox insan üçün ilham mənbəyinə çevrilə bilər. Peşəkar fəaliyyət baxımından iyul ayı kifayət qədər perspektivli görünür. İş həyatında yeni yanaşmalar tətbiq etmək, innovativ layihələr üzərində işləmək və yaradıcı həll yolları təklif etmək sizə uğur qazandıra bilər. Komanda işlərində daha təşəbbüskar olacaqsınız və həmkarlarınız sizin liderlik xüsusiyyətlərinizi daha aydın görə biləcəklər. Xüsusilə texnologiya, informasiya sistemləri, media, internet platformaları və rəqəmsal layihələrlə məşğul olan dolçalar üçün bu ay xüsusi uğurlar vəd edir. Onlayn fəaliyyətlərdən gəlir əldə etmək, yeni auditoriya qazanmaq və ya peşəkar nüfuzu artırmaq üçün əlverişli imkanlar yaranacaq. Sevgi həyatında isə maraqlı inkişaflar gözlənilir. İyul ayında münasibətlərdə dostluq, qarşılıqlı hörmət və azadlıq hissi sizin üçün xüsusilə önəmli olacaq. Subay dolçalar üçün gözlənilməz və maraqlı tanışlıqlar mümkündür. Xüsusilə sosial tədbirlərdə, dost məclislərində və ya internet vasitəsilə həyatınıza daxil olacaq bir insan zamanla sizin üçün xüsusi əhəmiyyət daşıya bilər. Dostluq münasibətlərindən doğan romantik hisslər də gündəmə gələ bilər. Münasibətdə olan dolçalar üçün isə tərəfdaşla qarşılıqlı etimad və şəxsi sərbəstliyin qorunması vacib olacaq. Münasibətlərdə həddindən artıq nəzarət və ya məhdudiyyət hissi sizi narahat edə bilər. Buna görə də açıq ünsiyyət qurmaq, hisslərinizi bölüşmək və bir-birinizin fərdi ehtiyaclarına hörmətlə yanaşmaq münasibətlərinizi daha da möhkəmləndirəcək. Maliyyə baxımından ay ümumilikdə balanslı görünür. Gəlirləriniz və xərcləriniz arasında tarazlıq yaratmaq mümkün olacaq. Bununla belə, büdcənizi əvvəlcədən planlaşdırmaq, lazımsız alış-verişlərdən uzaq durmaq və gələcək ehtiyaclarınızı nəzərə almaq sizə əlavə rahatlıq qazandıra bilər. Xüsusilə texnologiya, təhsil və şəxsi inkişaf üçün edilən xərclər gələcəkdə faydalı investisiyaya çevrilə bilər. Sağlamlıq baxımından sinir sistemi və yuxu rejimi diqqət tələb edə bilər. Beyniniz daim yeni ideyalarla məşğul olduğundan bəzən fikirlərinizin çoxluğu yorğunluq, diqqət dağınıqlığı və yuxusuzluq yarada bilər. Ulduzlar məsləhət görür ki, gün ərzində özünüzə istirahət üçün vaxt ayırasınız, meditasiya, nəfəs məşqləri və rahatlaşdırıcı fəaliyyətlərlə məşğul olasınız. Təbiətdə vaxt keçirmək, gəzintilər etmək və elektron cihazlardan müəyyən müddət uzaq qalmaq daxili tarazlığınızı qorumağa kömək edəcək. Bu ay köhnə dostlarla gözlənilməz görüşlər də mümkündür. Uzun müddətdir əlaqə saxlamadığınız insanlardan xəbər ala, keçmiş dostluqları yenidən canlandıra bilərsiniz. Bu görüşlər sizə xoş emosiyalar bəxş etməklə yanaşı, yeni imkanların yaranmasına da səbəb ola bilər. Balıqlar bürcü. İyul ayı balıqlar bürcü üçün daxili aləmlə xarici dünyanın tələbləri arasında tarazlıq yaratmağın vacib olacağı xüsusi bir dövr olacaq. Ulduzlar göstərir ki, bu ay hissləriniz daha da dərinləşəcək, intuisiya güclənəcək və ətrafınızda baş verən hadisələri adi vaxtlardan daha həssas şəkildə qəbul edəcəksiniz. Bəzən sanki insanların demədiklərini belə hiss edəcək, hadisələrin görünməyən tərəflərini anlamaqda çətinlik çəkməyəcəksiniz. Bununla yanaşı, xəyal dünyasına həddindən artıq qapılmamaq və reallığı da nəzərdən qaçırmamaq vacib olacaq. Məhz daxili hisslərinizlə sağlam məntiq arasında düzgün balans yaratmaq iyul ayında uğurlarınızın əsas açarına çevriləcək. Bu ay yaradıcılıq qabiliyyətiniz nəzərə çarpacaq dərəcədə yüksələcək. Xüsusilə sənət, musiqi, yazıçılıq, dizayn, fotoqrafiya və digər yaradıcı fəaliyyətlərlə məşğul olan balıqlar üçün ilham verici və məhsuldar bir dövr başlayır. Yeni ideyalar yaranacaq, əvvəllər yarımçıq qalmış layihələri davam etdirmək üçün motivasiya əldə edəcəksiniz. İçinizdə topladığınız hissləri sənət vasitəsilə ifadə etmək sizə həm mənəvi rahatlıq gətirəcək, həm də özünüzü daha yaxşı tanımağınıza kömək edəcək.
Sevgi həyatında emosional yaxınlıq, anlayış və qarşılıqlı dəstək ön plana çıxacaq. Subay balıqlar üçün romantik və duyğusal xarakter daşıyan tanışlıqlar mümkündür. Həyatınıza daxil olacaq bir insan sizdə uzun müddətdir hiss etmədiyiniz güclü emosiyalar oyada bilər. Münasibətdə olan balıqlar isə tərəfdaşları ilə daha açıq və səmimi söhbətlər aparmaq imkanı əldə edəcəklər. Duyğularınızı gizlətmək əvəzinə bölüşmək münasibətlərinizi daha da möhkəmləndirəcək. Kiçik diqqət əlamətləri, xoş sözlər və qarşılıqlı anlayış münasibətlərə yeni nəfəs verə bilər. Peşəkar fəaliyyət sahəsində isə diqqətinizi toplamaq bəzən çətin ola bilər. Fikirləriniz tez-tez fərqli istiqamətlərə yönələ bilər və gündəlik işlərdə müəyyən dağınıqlıq hiss edə bilərsiniz. Bununla belə, daxildən gələn yaradıcı ideyalarınız və fərqli düşüncə tərziniz sayəsində ətrafınızdakilardan seçiləcəksiniz. Əgər intuisiyanızı düzgün istiqamətdə istifadə etsəniz, gözlənilməz uğurlar qazana bilərsiniz. Ulduzlar məsləhət görür ki, mühüm qərarlar qəbul edərkən yalnız hisslərinizə deyil, konkret faktlara və praktiki imkanlara da diqqət yetirəsiniz. Maddi vəziyyət baxımından iyul ayında ehtiyatlı davranmaq faydalı olacaq. Gəlirləriniz ümumilikdə sabit görünsə də, plansız alış-verişlər və emosional qərarlarla edilən xərclər sonradan narahatlıq yarada bilər. Maliyyə vəziyyətinizi nəzarətdə saxlamaq üçün konkret büdcə planı hazırlamaq, prioritetləri müəyyənləşdirmək və lazımsız xərclərdən uzaq durmaq tövsiyə olunur. Bu dövr gələcək üçün kiçik qənaətlər etməyə başlamaq baxımından da əlverişli hesab olunur. Sağlamlıq sahəsində isə həm fiziki, həm də emosional balansınızı qorumaq vacib olacaq. Su ilə əlaqəli terapiyalar, üzgüçülük, isti vannalar, masaj prosedurları və rahatlaşdırıcı məşqlər sizə çox müsbət təsir göstərə bilər. Hisslərinizi daim daxilinizdə toplamaq əvəzinə onları ifadə etməyə çalışın. Yazmaq, rəsm çəkmək, musiqi dinləmək və ya yaradıcı fəaliyyətlərlə məşğul olmaq daxili gərginliyi azaltmağa kömək edəcək. Dost çevrənizdən alacağınız dəstək sizi ruhlandıracaq. Sizin üçün dəyərli olan insanlarla keçirilən vaxt, səmimi söhbətlər və mənəvi dəstək özünüzü daha güclü hiss etməyinizə səbəb olacaq. Ailə münasibətləri də əvvəlki dövrlərlə müqayisədə daha isti və harmonik ola bilər. Yaxınlarınızla münasibətlərdə qarşılıqlı anlayış artacaq və birlikdə keçirilən anlar sizə mənəvi rahatlıq bəxş edəcək. İyul ayında keçmişlə bağlı xatirələr və unudulduğunu düşündüyünüz hisslər yenidən gündəmə gələ bilər.